Salam əziz izləyicilər, hər vaxtınız xeyir, necəsiz? Dəstəyiniz üçün təşəkkür edirəm, çox sağ olun. İndi isə sizinlə birlikdə qış üçün lobya turşusu hazırlayırıq. Əvvəlcə lobyalarımızı bankanın ölçüsü üçün kəsirik ki, bankaya tam yerləşdirə bilək. Daha sonra isə hər bankaya bir diş doğranmış sarımsaq əlavə edirik. Daha sonra isə lobyalarımızı bankaya yığırıq. Üzərinə isə 1 xörək qaşığı turşu duzu əlavə edirik. Uksus isə 1 çay qaşığı olaraq əlavə olunur. İsti suyu da tökürük və ocaqda təxminən 10-15 dəqiqə qaynadıb götürüb daha sonra isə bağlayırıq. Zəhmət olmasa videomuzu bəyəndinizsə abunə olmağı, şərh yazmağı və like atmağı unutmayın. Bizim eynilə bu adda TikTok səhifəmiz də var. Əgər sizin üçün maraqlıdırsa, bizi TikTokdan da izləyə bilərsiniz. Hər birinizə dəstəyiniz üçün təşəkkürümü bildirirəm. Görüşənədək hələlik.